2026-cı ilin baxın şuluq beçəsi. 20 çərçivəlik ailədən çıxıb bu beçə dostlar. Manzara diye manzara. Bax belə. Hoppa. Ba. Bax bunu tuttum. Amma bu təzə ana arıdır dostlar. Baxın bu yeni çıxmış ana arıdır. Bəzən bir beçədə köhnə ana arı ilə birlikdə bir neçə ana arı ola bilir dostlar. Baxın burada diqqətli olmaq lazımdır. Baxın bu yeni anadır. İndi ola bilsin bir neçəsi burada olsun. Bunu qoyaq biz əvvəl qəfəsə. Əvvəl qoy burada bir belə bir şam qoyaq. Vay. Bu da size narıngi, mandarin, keçen ildə kalmış mandarin dostlar. Baxaq, suyu qalıb mı? Bunun bir çaresi var. Yeşiğini koyaq bura. En yaxşısı bax belədir. Eyb yox bu. Narınginin bir iki budağını kəsək. Müharibə etkisiz olmaz. Hə. Neyle? Böyle olur. Bazen vəziyyət belə kontroldan çıxır. Bunu qoyuruq. Bax belə. Köhnə şanları qaralmış şanlardır. Onları sonra götürüb şan vərəqi ilə əvəz edəcəyik. Biraz belə, biraz da belə. Ay axmaqlar, ay axmaqlar. Bu qədər mənə əziyyət verdiniz.
Ay axmaqlar. Gelək. Balacadan qabağa. Ay maşallah. Bu da biz arıçıların çəkdiyi əzab, əziyyətlər. 30 manata balı çox bahadır deyənlər üçün bu videonu paylaşıram. Bunun 1%'idir. Bizim çəkdiyimiz zəhmətin 1%'i olmaz. Hələ nə qədər əzab, əziyyətli günlərimiz olur, onu yalnız arıçılar bilir. Bal alan və yaxud bal satan arıçılar yox. Vay vay vay. Vay vay vay. Bax belə.